Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bugün qəbirstanlıqdayam. Hər zamanki kimi, hər fürsətim olduqda sevdiyim, təqdir elədiyim, vəfat etmiş qohum əqrabalarımı ziyarətə gəlmişəm. Onlar üçün xeyir dua etməyə gəlmişəm. Ölümü xatırlamağa gəlmişəm. Qəbirstanlıqda tabii ki, hər zamanki kimi, hədisdə də gəldiyi kimi Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, qəbirləri ziyarət eləyin, o sizə ölümü xatırladır, o sizə ahireti xatırladır. Tabii ki, Allah'a inanan adamlar üçün ahirət inancı çox önəmlidir. Allah'a və ahirət gününə inanan insanlar üçün hər hansı bir günaha yol verməyə heç vaxt istəməzlər və yaxud da günahkar olaraq Allahın huzuruna dönmək istəməzlər və bu cümlədən də qəbirstanlığını ziyarət etmək, ölümü xatırlamaq məqsədi ilə, onlara Allahdan bağışlanmaq diləmək məqsədi ilə insana yardım eləyir ki, günahlardan və asiliklərdən uzaq dursun. Nəyi demək istəyirəm? Subhanallah, bu həm bizim yerlilərə bir nəsihət olsun deyə, həm dilimizi başa düşən, Azərbaycanda və müxtəlif yerdə yaşayanlara nəsihət olsun deyə bunu deyirəm. Qəbirstanlıqda burada dolaşarkən baxıram, bəzi insanlar baş daşı qoyub, üstündə də vəfat eləmiş insanların şəklinə qoyub, əlində də pistolet. Əlində də pistolet adamın. O biri baş daşı qoyub, üstündə də şəkil qoyub, qabağında da bir ləngəri xəngəl, gürcü xəngəli. O birisi baş daşı qoyub, üzərində şiş kabab, lülə şəklin üstündə. Nə bilim, qadın şəkilləri qoyublar, qız, yəni biraz da gənc vəfat eləmiş adamların baxırsan minyubqada, dar paltarda, şalvarda, hətta köbəyi açıq belə bəzi yerlərdə şəkillər qoyurlar. Tabii ki, bu İslami baxışdan bunların hamısı qadağandır. İslami baxışda daş qoymaq, üstünü örmək, şəkil çəkdirmək, üstünə şeir yazmaq, qədərə asili eləmək, bu kimi şeylərin hamısı İslam dinində qadağandır. Sadəcə onu demək istəyirəm ki, əziz dinləyicilər, əgər Allaha və axirət günə inanırsınızsa, gəlin vəfat eləmiş sevdiklərinizə pislik eləməyin. Onların günahının üstə günah yükləməyin. Allah qatında əzaba məruz qalmalarına vəsilə olmayın. Üzərinə yazdırdığınız, o qoydurduğunuz o şəkillər, o yazdırdığınız bəzən dinə müxalif olan şeirlər, asiliklər hamısı ölmüş insanı yükləməkdir. Hamısı onu günaha soxmaqdır. Yəni əzaba düçar olmasına, əzabının artmasına vəsilə olan əməllərdəndir, hansı ki Muhammed sallallahu aleyhi ve sellem bizi çəkindirmişdir. Bu şeylərdən uzaq durmaq lazımdır. Ölüyə olan insan vəfat eləmiş yaxınına, sevdiyinə olan ən böyük hörməti onu Allahın razı qaldığı şəkildə dəfn etməsidir. Asilikdən uzaq durmasıdır. Elə bir iş eləməməlidir ki, qiyamət günü və o səbəblə davamlı o adama günah yazılsın. Necə ki, bayaq dediyim misallar. Əgər elə bir şey eləyərsinizsə, o qəbir o şəkildə var olduğu sürəcə o vəfat eləmiş insan da, onu düzəltən insanlar da hamısı günah qazanırlar. Unutmayın. Bu nəsihətim yalnız Allaha və axirət gününə inananlara aiddir. Öldükdən sonra məni aparın, itin donuzun qabağına atın deyənlərə aid deyil. Allah hamımızın sonunu xeyirli eləsin. Selamun Aleyküm və Rahmetullah.